Həyatda elə insanlar var ki, uğur onların qapısını asanlıqla döymür. Onlar hər addımı göz yaşı, səbir və zəhmətlə qazanırlar. Müğənni Zaur Yusiflinin həyat hekayəsi də məhz belə bir taley yoludur. 1986-cı ildə Sumqayıt şəhərində dünyaya göz açan Zaur Yusifli hələ uşaqlıq illərində həyatın ən ağır sınaqlarından biri ilə üzləşdi. Atasını erkən yaşda itirdi. O gündən etibarən onun üçün həyat tamam başqa məna daşımağa başladı. Bir övladı böyütmək üçün anası həm ata oldu, həm ana. Bütün çətinliklərə sinə gərərək övladını sevgisi, əziyyəti və duaları ilə böyütdü. Məhz anası Zaurun musiqiyə olan sevgisini hiss etdi. Onun istedadına inanaraq musiqi məktəbinə apardı. Bu qərar gələcəkdə bir sənətkarın taleyini dəyişəcək ilk addım oldu. Cəmi 12 yaşında ilk dəfə səhnəyə çıxan Zaur Yusifli qısa zamanda istedadı ilə diqqət çəkməyi bacardı. Uşaq yaşlarında Azərbaycan televiziyasının istedadlar sorağında verilişində çıxış edərək tamaşaçıların rəğbətini qazandı. O təkcə səhnədə deyil, xeyriyyə tədbirlərində də hər zaman fəal iştirak etdi. İnsanlara sevinç bəxş etməyi özünə borc bildi. İllər ötdü. Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollandı. Xidmətdən sonra yenidən səhnəyə qayıtdı. Bu yolda ona inanan, dəstək olan insanlar da vardı. Azərbaycanın sevilən sənətçiləri Sevda Kazımova və Elxan Qaraxanoğlu onun yaradıcılıq yolunda mənəvi dayaq oldular. Zəhmət isə heç vaxt yerdə qalmadı. İllər boyu qazandığı uğurlar sırasında müxtəlif diplom və mükafatlar yer aldı. Onlardan biri də 2014-cü ildə Qafqaz Media İctimai Birliyinin təşkil etdiyi Musical Fires of Baku layihəsində festival diplomuna layiq görülməsi oldu. Bu mükafat onun sənətə olan sevgisinin, illərlə çəkdiyi zəhmətin və əzminin növbəti təsdiqi idi. Bu gün Zaur Yusifli deyir ki, qazandığı hər uğurun arxasında ilk növbədə Allahın mərhəməti və anasının duaları dayanır. O, hər zaman anasının haqqını ömür boyu ödəyə bilməyəcəyini söylüyor. Bu gün Zaur Yusifli ailəlidir. 2 övlad atasıdır. O, bir vaxtlar atasız böyüyən balaca Zaurun yaşadığı çətinlikləri, övladlarının yaşamaması üçün çalışır, həm yaxşı ata, həm də sənətinə sadiq bir ifaçı olmağa davam edir. Bəzən bir insanın ən böyük mükafatı aldığı diplomlar deyil, ən böyük mükafatı anasının "Səninlə fəxr edirəm oğlum" sözünü eşitməkdir. Zaur Yusiflinin həyat hekayəsi də məhz sevginin, səbrin, ananın duasının və zəhmətin zəfər hekayəsidir.